Herkese salam. Evdə boş bekar oturmuşam. Düşündüm ki, gəlim evləri yığışdırım və bunu da kakras kontentə çevirim. Niyə də yox? Həm də ki, təmizlik videosu heç məndə olmayıb. Yəni, sırf təmizlik vlogu olmayıb. Ona görə gəlin bir yerdə indi mətbəxi yığışdırmaqla başlayaq. Bu arada mamamla düşünürük ki, bunların hamısını dəyişək. Çünki heç estetik görsənmir. Bunu vəbşə artıq atmalıyıq. İndi mətbəxdən başlayırıq. Birinci qab-qacaqları falan yuyaq, yığışdıraq. Bu mənim bu arada lunchboxumdur. Çox yaxşı bir şeydir. Deməli, təmizlik edərkən gəlin bir çox məqamlardan danışaq. ChatGPT-dən soruşdum ki, səncə nə suallara cavab verə bilərəm ki, izləyicilərimə maraqlı olsun? Bir çox variantlar verdi. Mənim isə ən xoşuma gələn dostluq haqqında fikirlərim mövzusu. Mənim ən yaxın rəfiqələrimdən biri uşaqlıqdan bəri bir-birimizi tanıdığımız Gülay və Nərmindir. Onları mən 3-cü və 6-cı sinifdən tanıyıram və indiyənə qədər heç bir davamız aramızda olmayıb, inanırsınız. Nərmin 7-ci sinifdən Rusiyaya köçmüşdü və biz əlaqəmizi hələ də saxlayırıq. Gülayla isə hələ də Azərbaycanda yaşayırıq, amma əlaqəmizi itirməmişik və bir-birimizi çoxdan da danışmasaq, illərlə görüşməsək belə, görüşəndə elə görüşümüz olur ki, heç elə bir bizim dostluğumuz uzun illərlə danışmasaq belə itməmiş kimi olur və belə dostluqlar məncə çox nadir hallarda olur və uşaqlıq dostları ən möhkəm dostluq olur. Təbii ki, elə bir rəfiqələrimdə olub ki, yanlarında olmuşam, dəstək olmuşam, maksimum bildiyiniz, yəni hər dərdlərinə şərik olmuşam və bundan 1 qram belə, yəni mən nə üzlərinə vurmamışam elədiyim yaxşılıqları, nə də ki, peşman olmamışam. Onsuz da edilən yaxşılıqlar mütləq şəkildə nə vaxtsa insana qayıdır. Sözüm o deyil, amma eynən mənim də məsəl üçün pis günlərim olanda elə bir rəfiqələrim olubdu ki, mənə üzümə demişdir ki, sənin pis günün ola bilər, amma o demək deyil ki, sən negativliyini bizim üzərimizə atmalısan. Yəni, belə bir dostluqlarım da olubdu və elə negativ insanları həyatımdan çıxartmışam və heç də peşman deyiləm. Amma bir rəfiqəm var idi ki, onu illərdir sonra axtarmışdım, tapa bilməmişdim. Deməli, bağçada mən Rusiyada yaşadığım vaxtı bir rəfiqəm var idi ki, hər zaman mənim yanımda idi. Çünki mən Azərbaycanlı və qara dərili olduğum üçün hər kəs məni dışlayırdı sözün əsl mənasında. Həm bağçada, həm də məktəbdə. Mən də sakit bir uşaq olduğum üçün heç valideynlərimə gəlib bunu demirdim. Amma bir rəfiqəm var idi ki, hər zaman mənim yanımdaydı. O olmasaydı, bəlkə də o bağça vaxtları mənim üçün çox və çox ağır keçərdi. Sonra bir müddət sonra bağçadan ayrıldı və mən o anı o qədər tək hiss edirdim özümü, o qədər çarəsiz və uşaq idim. Elə bil mənim bir parçamı mənim əlimdən almışdılar. Elə idim və illərlə o qızı axtardım, tapa bilmədim. Və əgər ki, həyatınızda elə bir dostluqlarınız olubdur, hansılarına görə ki, sizin qəlbiniz çox qırılıbdır və elə olubdur ki, depressiyaya düşmüsünüz. Məsəl üçün, məndə elə bir hallar olurdu. Çünki insan istər-istəməz dostluq da olsa belə bir insana bağlanır və nə vaxtsa pis bir hadisələr yaşayanda bu ona çox pis təsir edə bilər. Amma mən elə bir insanam ki, bir gün pis olaram, 2 gün ağlayaram, amma ondan sonra dərs çıxardıb özümü negativliyə heç bir şəkildə yükləmərəm. Çünki negativ bir insan həm də aqressiv bir insana çevrilir. Mən isə həyatdır deyib keçirəm. Və ən böyük bu həyatda mənə dərs o olubdur ki, nə qədər çox yaxşı olacaqsan, bir o qədər çox sənə Allah qarşılığını verəcək. Yəni, etdiyiniz yaxşılıqlar nə vaxtsa sizə geri dönüş kimi olur. Çünki həyat bumerangdır. Nə eləyirsən, nə əkirsən, onu da biçirsən. Etdiyin yaxşılıqları göstəriş üçün eləyirsənsə, o elə bil ki, sıfırlanır. Amma əgər ki, bir insana təmənnasız yaxşılıq göstərirsənsə, mütləq bir şəkildə Allah onu sizə qarşılığını nə vaxtsa sizin gözləmədiyiniz bir anda elə bir şəkildə qarşınıza çıxardar ki, siz də düşünərsiniz ki, mən nə etmişəm axı, bu hansı yaxşılığıma görə mən bunları yaşayıram, yəni yaxşı mənada.
Növbəti ChatGPT demişdi ki, motivasiya haqqında da danışa bilərsən. Məsəl üçün, mən onu deyə bilərəm ki, hər zaman elə bir insan olmuşam ki, bir şeyi çox arzulayanda onu çox düşünürəm və elə bir düşünürəm ki, sanki mən artıq onu yaşayırammış kimi. Amma bunu tək düşüncədə yox, həm də ki, həyata keçirdirəm. Məsəl üçün, mən uşaq vaxtından həkim olmaq istəyirdim. Ya düşünürdüm ki, Tibb Universitetinə qəbul olacağam və ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mütləq oxuyacağam. Mən həkim ola bilmədim, amma magistri Azərbaycan Dövlət və Neft Sənaye Universitetində oxudum ki, bunu da mən o qədər arzulayırdım ki, illər sonra arzumu yaşadım və heç də peşman deyiləm. Ən çox sizinlə danışmaq istədiyim mövzu var. Bir dənə də bizim mentalitet. Mən heç bizim mentalitetə uyğunlaşa bilmədim. 3-cü sinifə qədər Rusiyada, Tümenskaya oblast, yəni Gorod Kakalımda yaşamışam. Amma bura köçəndə nə Rusiyada uyğunlaşa bilmədim Rusiyaya, nə də ki bura köçəndə bizim mentaliteti heç bir cürə hələ də bu yaşıma kimi başa düşə bilməmişəm. Səbəbi isə odur ki, insanlar bir-birlərinin həyatına çox qarışırlar. Məsəl üçün, kim nə geyinir, kim necə hərəkət edir, hər şey qarışırlar və çox danışırlar. Mən məsəl üçün onu başa düşmürəm və elə bir insan deyiləm. Mənə məsələn qarşıdakının insanın həyatı heç maraqlı deyil. Çünki o onun həyatıdır. O onu yaşayacaq, yaşamaq istəyirsə yaşayacaq. Hər kəsin enişli, qalxışlı günləri olur və insanı məsəl üçün nəyisə görə qınamaq, pis rəftar eləmək və ağlını göstərmək heç də düzgün deyil. Avropalılarda nəyi çox bəyənirəm? Heç kəsin həyatına qarışmır, maraqlı deyil. Hər kəsin öz gözəl həyatı var, yaxşı pis yaşayırlar. Bizim insanlar isə qonşudan tutmuş qohumlara qədər, iş yoldaşlarınıza qədər, hər kəs, rəfiqələr, dostlar, kim olur olsun, hər kəs sizin həyatınıza bir növü fikir bildirir. Mən bunu sevmirəm. Məsələn, kimsə məndən fikir soruşmasa, məsləhət soruşmasa, mən durub heç kəsə məsləhət verən deyiləm. Çünki hər kəsin öz ağlı və düşüncələri var. Məsəl üçün, bizim mentalitetdə kimsə TikTok işlədirsə və ya YouTube kanal açırsa, məsəl üçün mən adi kontent çəkirəm, YouTube kanal açmışam. Elə olurdu ki, qohumlarım deyirdi ki, Səbinə YouTube kanal açıbdı. Amma halbuki burada heç bir pis bir şey yoxdur. Mən heç özümü də çəkib paylaşmıram. Hətta özümü çəkib paylaşsam belə burada heç bir şey yoxdur. Sadəcə istəmədiyim üçün, çox da öndə olmaq istəmədiyim üçün özümü çəkib paylaşmamışam. Amma qınaq obyektinə çevrilmişəm bəzi qohumların tərəfindən. Ona görə də və hər zaman heç kəsə qulaq asmamışam. Nəyisə istəmişəmsə, bu mənim ürəyimdən keçibsə, deməli mən bunu mütləq şəkildə reallaşdırmalıyam. YouTube kanalımı mən açarkən bildim ki, mən bu yollardan keçəcəm və qınaq obyektinə də çevrilə bilərəm. Həm ətrafım tərəfindən, həm də ki, qohumlar tərəfindən. Sözün açığı mənə iş yoldaşlarım çox dəstək olurdular. Hətta mənə məsəl üçün elə olurdu ki, deyirlər ki, bunu məsələn belə çəksən daha yaxşı olar. Fikir olaraq da bildirirlər. Bu mənə çox xoş gəlir və motivasiya oluram. Dəstək olurlar, baxırlar, like edirlər. Yəni qohumların etmədiyini onlar edirlər. Deyə bilmərəm ki, bütün qohumlar belədir. Xeyr, sadəcə bəzən motivasiya salan insanlar da olur insanın həyatında və heç bir şəkildə heç kəsə fikir vermədən öz həyatınızı yaşamalısınız. Əgər ki istəsəniz, növbəti videolarda istəyərdim ki, sizin yaşadığınız təcrübələr haqqında danışıb öz fikrimi bildirim və rəylərdə də siz də baxardınız ki, hər kəs bu haqda nə düşünür. İstəsəniz Instagram səhifəmə yaza bilərsiniz, qeyd edəcəm burada. İstəsəniz aşağıda rəylərdə də bildirə bilərsiniz. Nə kimi suallarınız da olsa mənə ünvanlayarsınız. Mən də sizə cavablayaram növbəti videolarda. Əgər ki belə təmizlik vloqları sizə maraqlı gəldisə. Və mentalitet mövzusunda qalmışdıq. Elə bizim mentalitetdən yorulduğum üçün və özümü heç cürə bura aid hiss etmədiyim üçün mənə maraqlı gəldi ki, görəsən mən Avropa ölkəsinə çıxıb səyahət eləsəm, mənə necə olar, necə hiss eləyərəm. Və bir həftəlik Avropa turuna getdim. İnanırsınız, o qədər xoşbəxt idim, o qədər özümü sərbəst hiss eləyirdim ki, bəlkə də mən oranın çətinliyini falan görməmişəm, amma yenə də o qədər özümü sərbəst, rahat hiss eləyirdim ki, çox gözəl bir təcrübə idi. Əgər siz də nə zaman arzularınız varsa, mütləq onu heç kəsə qulaq asmadan reallaşdırın. Çünki həyata bir dəfə gəlirik və o qədər uzun bir zamanımız yoxdur ki, biz nəyisə pis olaq, nəyisə heyfsilənək və s. kiminsə sözlərinə qulaq asaq, mentalitetlə gedək. Kaş ki, hər kəs belə bir düşüncədə olardı və həyat o daha gözəl və rahat olardı məncə.
Dostluq haqqında danışdım və belə bir hadisə də yadıma düşdü. 5-ci, 6-cı sinifdə mənim sinif yoldaşım adı Mətanət idi. Otururduq partada, axırıncı partada və o qədər gülürdük ki, onun gülüşü mənə o qədər gülməli gəlirdi ki, yəni dayanmadan gülürdüm və mən o günləri, o xoş günləri heç vaxt unutmayacağam. Çox gözəl məktəb illərim keçirdi. Həqiqətən də 6-cı və 5-ci, 7-ci siniflərdə falan. Biz otururduq, deyirdik, gülürdük. O qədər deyib gülürdük ki, heç dərs də oxumurduq, həvəsimiz də yox idi. Amma bir anlıq beynimizə yatdı ki, bəs biz niyə oxumuruq? 3 ay yay boyu gəl bir-birimizə söz verək ki, biz dərs oxuyacağıq və qiymətlərimizi 2-3-dən 4-5-ə qaldıracağıq. Mən dediyim sözü tutdum, Mətanət o qədər tutmadı. Ondan sonra isə mən dedim ki, bu qədər əziyyət çəkdim, sona qədər yaxşı oxuyacağam və həkim olacağam. İstədiyim kimi həkim ola bilmədim, amma daha yaxşı nəticələrə gəlib çıxdım. Yəni mən verdiyim sözü tutdum, oxudum və ondan sonra da davam elədim. Hal-hazırda da çox xoşbəxtəm ki, yəni o vaxtı o qərarı aldım və bu günlərə, bu vaxtlara gəlib çıxdım. Videonun demək olar ki, sonlarına gəlirik. Bir çox mövzulara, maraqlı mövzulara toxundum. Əgər sizə də nəsə maraqlıdırsa, mütləq rəy bölmələrində bildirəsiniz. İzləmədə qalın, məni mütləq abunə olun, rəy yazın. Çünki nə qədər çox dəstək olsanız, o qədər də mən çox motivasiya oluram. İrəlidə arıqlamaq haqqında videolar da çəkirəm. O da mütləq kanalımda olacaq. Odur ki, izləmədə qalın. Like edin, yenə də dediyim kimi. Nə qədər dedim özdə bilmirəm. Amma həqiqətən də hər bir bloger üçün çox önəmlidir dəstək. Dəstək olduqca biz inkişaf edirik. Siz də bizə baxdıqca biz həvəsə gəlirik. İstəsəniz növbəti vloqlarda gülməli hadisələrdən, uşaqlığım haqqında, qardaş və bacım haqqında da sizlərə danışa bilərəm. Necə bir magistr, necə bir bakalavr illərim olubdu və ya gülməli hadisələrdən və s. və ilaxır istədiyiniz sualları yazarsınız, cavablayaram. Sadəcə mən bilmirəm nə danışım, nə haqda danışım. Ona görə nə gəldi danışdım, ChatGPT ilə məsləhətləşdim. Ümid edirəm ki, bu video sizə həqiqətən maraqlı oldu. Siz də baxa-baxa həm təmizliyə həvəslənərsiniz və həm də ki, bu vlog sizə maraqlı gələr. İzlədiyiniz üçün bura qədər və mənə qulaq asdığınız üçün təşəkkür edirəm. Hələlik.